Müsahibənizi biri də belə bir ifadə işlətmişsiniz. Kimin maşını yekədirsə mənəviyyatı balacadır. Düşünürəm, bu maşını bilmirəm, balaca dəyərləndirirsiniz yoxsa yox. Bu mənim mənəviyyatım haqqında niyə fikir bildirsin ki? Maşının qabaritləri. Yəni bu nə? Sənin çoxlu pulun olsa yekə bir dam istirəcəksən özünü. Bu istisnadır. Sən məsələn sənin üçün deyil. Var adamlar üçün demişim onu. Rahatladım yəni, xeyli rahatladım. Yox, bu var. Sən varırsan, onda sən milyonersən. Yox deyiləm yəni. Sadəcə maşın da balaca deyil, ona görə biraz özümə getmişdim. Yox. Mən adam tanıyıram. Evi də yoxdur. Heç nə yoxdur, amma yekə maşını var. Yekə maşını. Ağılsızlıqdır təbii. Kimə göstərirsən özünü? Sənin əgər evin yoxsa sən bu maşını deyirsən, sənə da aiddir. Düzdür, yox var. Varsa şükür Allah. Həyatın mənası mütləq deyildir. Hər halda hər insanın həyatın mənasını bir şeydə görür. Rəşid müəllim, yəni ömrünüzün müəyyən bir kəsiyini yaşamısınız. Nədədir həyatın mənası? Həyatın mənası insanları sevə-sevə yaşamaqdır. Bax, sənin verdiyin suallardan mən nəticə çıxartdım, sənin təfəkkürün nədir? Hansı nəticəni çıxartdınız? Mənə çox maraqlıdır. Çox maraqlıdır. Doğrudan mı? Həqiqət edirəm sən. Suallarınızdan məlumdur. Yox, mən amma qonağa görə sualları tərtib edirəm. Çünki mənim müəyyən qonaqlarıma suallarım bəzən səthi də olur. Ola bilər. Ölümün fəlsəfəsi nədir? Ölümün mənası, anlamı nədir? Ayol, ölüm elə bir gözəldir ki, necə doğum gözəl olduğu kimi bu insanlar ölümdən çox qorxurlar. Çox qorxurlar, həqiqətən deyirəm. Siz qorxmursunuz? Yox. Mən bu qoca 81 yaşım var mənim. 81 yaşa keçmişəm. And olsun Allaha. Mən ölümə də yuxarıdan baxıram. Bu canı 4 eləmə səyirdirəm. İstirahətim yoxdur, gecəm gündüzüm. Mənim qızım deyir ki, ay papa, yatmaq lazımdır. Sən yatmağa gəlirsən bura, ofisdə yat, kimi bura sənin üçün. 11-də gedirəm evə çıxıram. Bir gün nədirsən gəldim, məni tez aparırsan evə. Qulaq. And olsun Allaha. O mənim canımın şıntırığı qalanda dərəcəm idi suda hazıran, hara aparsan apar. Allah gecəndən versin təbii ki. Qorxu yoxdur yəni bu. Yox, niyə?